Bugün sizlərlə birlikdə Custom Club'da necə oda qura biləcəyinizi göstərirəm. Əvvəlcə play tuşuna basırsınız və online'a bastınız. Və burada gördüyünüz çıxan otaqlar dostun qrupsa onlardır. Sən özün yaratmaq istəyirsən, dostun daxil olmaq istəyirsənsə bir viz yaradırsınız. Modunuzu seçirsiniz. Mən Night'ı seçdim. Məsəl üçün odanın adını quraq. Nəsə yazıram. Odanın adı. Əgər kod qoymaq istəyirsə bu sağdakı şey qoyun, çünki başqaları girməsin odanıza. Bir dənə də kod qoyursunuz. Nəsə qoyursunuz kodunu və buradan oyuncunu da seçə bilirsiniz. Neçə nəfər max olsun. Məsəl üçün 2-3 nəfərlik yazıram, create-ə basıram. Yəni bu qədər. Dostunuz da eyni adı axtaracaq yuxarıda və odanıza daxil olacaq. İndi o necə daxil olacaq onu göstərəcəm. Dostunuz gəlir bura, sizin axtardığınız otağı burada. Məsələn, mən nə qurmuşdum? Salam qurmuşdum. Məsəl üçün sağ tərəfdən girəcək. Məsəl üçün kilitli bir dənə otağa kodunu da yazacaq, tapacaq yəni buradan. Yəni bu qədər. Bu videomuzdan bu qədər olsun. Görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.